hədərə getmiş bir ömür. Hal-hazırda 70 yaşındayım. Bir ömür necə keçdi bilmədim. Gənc yaşındaykən bir gün yaşlanacağım ağlıma belə gəlməmişdi. İnanın ki, anlat desəniz, bir ömür nə etdim, necə keçdi, ən çox 1-2 saat danışa bilərəm. Ağlıma yeni suallar gəlir. Göz açıb yumunca keçib gedən bu həyatın məqsədi nədir? Mən bu 70 ili nə üçün yaşadım? Yaxşı, bəs bundan sonra nə olacaq? Əslində cavabı bilirəm. Həyatım bugünə qədər boş bir məqsəd uğrunda keçib getdi. 70 il yaşadım, amma nə üçün yaşadığımı da açıq anlaya bilməmişəm. Əvvəllər atam və anam üçün yaşayıram deyirdim. Zaman keçdi, valideynlərim məni evləndirdilər. Sonra ailəm üçün yaşayıram dedim. Amma indi ölüm yaxınlaşdı, ölməkdən çox qorxuram. İndi anlayıram ki, əbədi həyat olan axirət üçün yaşamalıydım. Evimiz məscidə çox yaxın idi. Hər gün azan verirdilər. İnsanlar dəstə-dəstə məscidə axışırdılar. Amma mən bir dəfə də olsun bu səsi eşidib məscidə getmədim. Hərdən içimdə məscidə getmək istəyi baş qaldırsa da, sonra gedərəm, hələ tezdir deyib bu istəyi içimdə boğurdum. Bax beləcə hələ tezdir deyə-deyə bu yaşıma çatdım. Bir gün öləcəm və bu dünyadan yox olub gedəcəm. Bəs sonra qəbr həyatı başlayacaq. Əgər Allahın əmrlərinə tabi olmuşamsa, qəbrimə cənnətdən bir qapı açılacaq. Yox, əgər Allahın əmrlərinə qarşı çıxıb asilik etmişəmsə, qəbrim cəhənnəm çuxurlarından bir çuxur olacaq. Sonra qiyamət qopacaq və bütün yaradılanlar Allahın huzuruna toplaşacaqlar. Hamı kimi mən də bu dünyada etdiyim əməllərə görə cavab verəcəm. İndi hər gün məscidə gedirəm. Allahdan etdiyim günahlara görə bağışlanma diləyirəm. Allahın bizə indirdiyi Quran-Kərimi oxuyuram və onunla əməl edirəm. Amma hər zaman düşünürəm ki, həyatını anlat dedikdə çox istərdim ki, belə deyim. Mən hər şeyin sahibi olan Allah tərəfindən yaradıldım və bu dünyaya göndərildim. Bu dünyada 2 yolun olduğunu öyrəndim. Allahın yolu və şeytanın yolu. Mən Allahın yolunu seçdim. Dünyada yaşadığım müddətdə məni yaradana qulluq etməklə əmr olundum. Ömrüm boyu bu qulluğu ən gözəl şəkildə yerinə yetirməyə çalışdım. Dünyanın çox qısa olduğunu, göz açıb yumunca keçəcəyini bilirdim. Doğru olanı etdim. Ömrümü Allaha qulluq etməklə keçirtdim. Bu dünyanın keçici bəzəklərinə aldanmadım. Həyatım boyunca gözəl əməllər edərək Allahın rızasını qazanmağa çalışdım. İbadətlə dolu bir ömür keçirdiyim üçün xoşbəxtlik yurdu olan cənnətə girməyi çox ümid edirəm. Rəbbimə qovuşacağım günü səbirsizliklə gözləyirəm. Sonda üzümü gənclərə tutub deyirəm: Ey gənclər, mənim yaşadığım peşmançılığı yaşamayın. Dünya həyatının qısa və keçici bəzəklərinə aldanmayın. Nə qədər gec deyil, namaza başlayın.